1524-cü ilin bugünkü günündə Şah İsmayıl Xətai, Səfəvi imperiyasının banisi, görkəmli dövlət xadimi, sərkərdə, şair, onun vəfat etdiyi gündür. Və elə onun vəfatı vəsiyyəti ilə bağlı bir məktubdur. 1524-cü ilin baharında, Novruz bayramından az sonra Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Şəki valisi Həsən bəy onu qarşılamağa çıxır. Şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verir ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şah dağı adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql olunur ki, keçmiş sultanlar o vilayətdə Şah dağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür var imiş. Heç kəs əlbəttə onlara dəyib dolaşa bilmirdi, çünki onları ovlamaq uğursuzluq əlaməti sayılırmış. Bu məsələni Şah İsmayıl Xətaiyə ərz etsələr də, Xətai ovun başlamasını əmr edir. Elə, yəni cərgə ovu tərtib olunur, hökmdar çoxlu cüyür və saysız hesabsız vəhşi heyvanları Şah dağında ovlayıb Ərdəbilə tərəf geri qayıdır. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sarab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər pis olur ki, düşərgə salınır. Həkimlərin müalicəsi bir fayda vermir. Şah İsmayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər. Və onun vəsiyyəti: çox çalışdım, artıq kamala dolmuşdum, çox əlləşdim, müharibə olmasın dedim, olmadı. Budur, çaldıran döyüşündən 10 il ötüb. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb. Ömrümün son günlərini yaşayıram. Sizin üçün bu az ömrümdə əlimdən gələni elədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, Türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin, vətənimizin və dilimizin əbədiyyəti üçün nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa onu göyərdin. Səhvlərimi təkrar etməyin. Sizə vəsiyyətim budur. Sizə 3 əmanət qoyub gedirəm. Sizə 3 əmanət qoyub ərən babalar. Dilimiz, vicdanımız, vətənimiz. Onlar sizə əmanətdir.